İş mübarizədir. İş çətinlikdir. İş gücdür. Hər işin arxasında bir əməkçi var. Hər əməkçinin çiynində isə ağır bir yük. Bu hekayədə biznes dünyasında öz yolunu açan Naşirin keçdiyi həyat yolu. Bütün həyatımda baş verən yaxşılar ilk anda verdiyim səbrin nəticəsidir. Üzləşdiyi çətinliklər. Ümumiyyətlə buradan sağ çıxa biləcəmmi? Onun təlaşındaydım. Qazandığı uğuru görəcəksiniz. Biznes qadını olmaq, səhərdən axşama qədər işə gedib, əmək haqqı almaqla eyni deyil. İşi ilə güc qazanan insanların hekayəsi. İşim gücüm. Bazar günü Biznes TV'də.